Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə söz yaradıcılığı ilə bağlı ən çox qarışdırılan məqamlara baxmış olacaq. Gəlin başlayaq. Bəzən testlərdə düz və sıx feillərinə leksik şəkilçi artırır. Qayıdır deyir ki, sözün kökü feildir və yaxud da sifətdir. Həqiqətən qarışdırılır. Məsələn, düz ıl üstü 4 şəkilçisi artırıram, sıx laş şəkilçisi artırıram. Bax, indi mən burada necə bilim ki, sözün kökü düz sifətidir, yoxsa düz feilidir? Burada sıx sifətidir, yoxsa feilidir? Ən doğru variant burada şəkilçilərin 2 və yaxud da 4 cür yazılmasına diqqət etmək lazımdır. Yadınızda saxlayın. 4 cür yazılan şəkilçi düz və yaxud da sıx sözlərinə artırılırsa, sözün kökü feil olacaq. 2 cür yazılan şəkilçi sıx və yaxud da düz sözlərinə artırılırsa, sözün kökü olacaq sifət. Yəni sıxdır. Burada sözün kökü sıx feili olacaq. Sifəti olmayacaq. Çünki dır 4 cür yazılan şəkilçidir. Nədən bilirik 4 cür yazılan şəkilçidir? Yadınızda qalsın. Şəkilçinin tərkibində qapalı sait varsa 4 cür yazılan şəkilçidir. Açıq sait varsa 2 cür yazılan şəkilçidir. Bax, A açıqdır, 2 cür yazılır. Qapalı olsaydı 4 cür yazılacaqdı. Ü-nü görürsünüz, açıqdır, üzr istəyirəm, qapalıdır, 4 cür yazılacaq, aydındır. Və salam. Ümumi olaraq gəlin başqa nümunələrə baxaq. Məsəl üçün deyə bilərəm ki, düzəl. Düzəl sözündə al, əl, demək, 2 cür yazılan şəkilçidir də. Sözün kökü düzdür. Al, əl leksik oldu. 2 cür yazılan şəkilçidir. Dedik ki, 2 cür yazılırsa nə yaradacaq? Daha doğrusu kök nə olacaq? Sifət. Nə yaratdı? Feil yaratdı. Demək, al, əl şəkilçisi düz sifətindən feil yaradır. Belə. İstisna lıq üstü 4 şəkilçisi. Lıq üstü 4 şəkilçisi. Yəni 4 cür yazılan şəkilçi sıx və yaxud da düz. Sıxlıq. Sıx və yaxud da düz sözlərində görürüksə, həmin kökə sifət deyəcəyik. 4 cür yazılır. 4 cür yazılmağına baxmayaraq, sıx və yaxud da düz sözlərinə artırılırsa, artıq burada sözün kökünə biz sifət deyəcəyik, feil deməyəcək. Yerdə qalan nə qədər 4 cür yazılan şəkilçiyə sıx və düz sözlərinə artırılırsa, deyərsən ki, sözün kökü feildir. 4 cür yazılırsa, 4 cür yazılan şəkilçi artırırsansa feildir. 2 cür yazılan şəkilçi artırırsansa, deyərsən ki, sözün kökü sifətdir. Məsəl üçün, yenə deyirəm, məsələn, düzləş. 2 cür yazılan şəkilçidir, leksik şəkilçidir, sözün kökü düz sifəti olacaq. Başqa nə artıra bilərik? Bu qədər bəs eləyər. Sonra keçirəm sözdə leksik və qrammatik şəkilçinin tapılması. Ən uyğun variantı sizə deyəcəm. Feillərdə maq şəkilçisi artırmaqla düzəlir. Bunu yəqin ki, bilirsiniz. Məsələn, yaz, dır, ıl, mışdır. Bax, sözün kökünü tapıram. Ümumiyyətlə, tapmamışdan əvvəl bunu deyim sizə. Sözün, demək, leksik və yaxud da qrammatik şəkilçi qəbul eləməsini öyrənmək üçün, tapmaq üçün nə edirik? Sözə birinci sual veririk. Gəlin sual verək. Yazdırılmışdır. Nə etmişdir? Bax, feildir. Hərəkət var. Feildir. Feilləri necə tapırıq? Birinci kökünü tapırıq. Dır şəkilçisi gəlir, ıl gəlir, mış gəlir, dır gəlir. Ardıcıl olaraq. İndi birinci dır şəkilçisini artırıram. Yazdır, maq deyə bilirəmmi? Maq, üstü 2, bəzən də mək şəkilçisi. Maq üstü 2, mək, yəni 2 cür yazılan şəkilçidir. Çünki tərkibində açıq sait var. Ona görə 2 cür yazılır. Demək, indi artırıram şəkilçilərin üzərinə bir-bir. Yazdır, maq deyə bilirəm. Bəli, deyirəmsə leksikdir. Yazıl, maq deyə bilirəm. Leksikdir. Yazılmış maq deyə bilmirəm, qrammatik. Yazılmışdır maq deyə bilmirəm, qrammatikdir. Bəs yaxşı, digər nitq hissələrindən necə tapaq? Dediyim kimi sözə sual verirəm.
Demək, məsəl üçün meşə, meşə, belə deyək də, dəmir, dəmir, dəmirçilər məsəl üçün. Dəmirçilər sözündə, bax, sözə sual verirəm. Hansı nitq hissəsidir? İsimdir. Fərqi yoxdur, ha, feildən başqa digər əsas nitq hissələrini belə tapacaq. İsimdir, lap yaxşı. Sözün kökünü tapıram, dəmir. Çilər şəkilçisi var. İndi çi şəkilçisini artırıram. Dəmirçi. Sual verdim. Verdiyim sualın üzərində kim? Verdiyim sualın üzərində artırılan şəkilçini görmürəmsə, deyəcəm leksikdir. Dəmirçi, kimçi dediyim, demədim ki, demək çi leksik oldu. Dəmirlər, nələr deyə bilirəmmi? Nələr? Deyə bilirəmmi? Deyirəm, qrammatik şəkilçini görürsən, bax, buradakı qrammatik şəkilçi gəlir sualın üzərinə. Və yaxud da, demək gəlirsə olur qrammatik. Və yaxud da başqa bir nümunəyə baxaq. Deyə bilərik, məsəl üçün, nə? Əkinçilik. Əkinçilikdir. Sözün kökü ək feilidir. İndi in şəkilçisini artırıram. Əkin, nə əkin? Nə in demədim ki? Yox. Onda leksik olacaq. Əkinçi. Kimçi demədim ki? Əkinçi. Kim? Əkinçi. Əkinçilik. Nə? Əkinçilik. Nəlik demədim ki? Əkinçilikdir. Nədir? Bax. Nə-dir. Dir şəkilçisi, qrammatik şəkilçisini görsən, gəlir verdiyim sualın üzərinə. Gəlirsə qrammatikdir. Gəlmirsə leksikdir. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.